Kızlar sabahınız xeyirli olsun, uğurlu olsun gününüz. Kızlar sizden bir söz soracağım. Bizde orada kükürtlü sabun var. Elə bir ki 72% qara sabun olur kükürtlü. Belə üzdə məsəl səpkilərə, pirşiklər üçün. Belə orada bizdə bir sabun var idi. Tam bilmirəm o gün Aygün xanım deyəsən dedi kükürtlüdür. Bilmirəm üzdə sızana, səpki zat olanda onlara yaxşıdırmı? Yəni təsir eləyər daha elə yaxşıdır da, yəni şişədən varmı? Mən istəyirəm adi qara kükürtlü sabunlar, kükürtlü sabun ayrı olur, qara sabunlar 72% ayrı olur da desən paltar sabunu. Onları bilirəm, amma belə üçü bir yerdə məsəl üçün də tərkibi həm qara olsun, həm kükürdü olsun, həm 72% belə üzdə səpkilər dərilərə aid, yəni sabun istəyərdim. Bir dənə məlumat verərdi zəhmət olmasa. Samik Allah hər vaxtınız xeyir olsun, gününüz uğurlu. İnşallah bərəkətli keçsin. Qaldı sabuna. Qara kükürtlü sabun bizdə ofisə mən gedəndə götürmüşdüm. Həqiqətən çox gözəl sabundur. Üzrsən biraz geniş açıqlama verim. Yəni bizdə işə gedib gəlib tərləyib çörək stolu verən var. O sabundan istifadə edir. Çox gözəl, mükəmməl dərəcədə qurudur. Yəni super sabundur. Pirşiklərə zada qarşı çox gözəldir. O sabun həqiqətən mükəmməldir. Amma dərsi quru olandırsa nəmləndirici, amma o kremə də görə hansısa bir elə bir krem işlətməlidir ki, dəri qat əgər alt hissədən yağlıdırsa, elə bir krem işlətməlidir ki, yəni o təzədən pirşik yaratmasın. Pirşik yalnız üzdə sızanlarla alt dəri qatı yağlı olduğu zamanlar, yəni üzdə quruluq olsa da altdan dəri piy qatı çox olduğu üçün o pirşik verir. Bir damızda adicə bir gün keçsin, mikrofsat götürən kimi istər-istəməz pirşiklər zətlər yaranır. O zamanı bu sabun həqiqətən çox gözəldir, mükəmməldir. Amma kremi də, nəmləndirici kremi elə seçməlidir ki, tam yağlılıq verməsin o üzə. Pirşiklər təzədə oyatmasın, çünki dəri qatı çox yağlı olan insanlara yağlı krem tam-tamına olmaz. Məsələn, nəmləndirici kremlər var ki, mən özüm X bir şirkətdə işləyəndə, onda işləyən olmuşam. Orada nəmləndirici krem alırdım. Məsələn, o mənim üzüm dəri qatım yağlı olduğu üçün üzümə vuran kimi səpirdi. Amma cilt bakım kremi vardı. Ondan tutub üzümə vuranda tamamilə qurudurdu, çox gözəl effekt verirdi. İndi bizdə hələ ki nəmləndirici hansı kremlər necədir, hələ ki onu bilmirik. Yavaş-yavaş kremlərimiz gəlir. Biləcək hansı nəmləndirici, hansı cilt bakımdır. Yavaş-yavaş onlardan da istifadə edəcək. Amma qaldı kükürtlü sabunu mükəmməldir, söz ola bilməz. Hər halda indi onları da aydınlaşdırmaq lazımdır. Yavaş-yavaş hər birisini tanıyacaq. Amma sabuna həqiqətən söz ola bilməz. Pirşikləri çox gözəl qurudur. Mükəmməl. İstər istilıq olsun, istər pirşik olsun, dəhşət. Həqiqətən mükəmməl. 2 dəfəyə tamamilə qurudur, yığışdırır.